Bugün Marneolidə Milad bayramı təntənəli qeyd olundu. Müqəddəs qurucu David adına kilsədə bu günə həsr olunan dualar oxundu. Xatırladaq ki, yanvarın 6-sından 7-sinə keçən gecə İsa Məsihin doğulduğuna görə xristiyanlar gecəni üzlərinə açıblar. Kilsəyə toplanan insanlar gecə saatlarını ibadət etməklə keçiriblər. Saat 12-dən kilsədən Marneolin mədəniyyət evi istiqamətinə yürüş başladı. Qoçlara qoşulmuş arabaya Marneoli sakinləri hədiyyələr topladılar. Yerli hakimiyyət binası qarşısında yerli hakimiyyət nümayəndələri yürüş iştirakçılarını qarşılayaraq hədiyyələr payladılar. Bildiyiniz kimi, bugün İsa Peyğəmbərin mövludu qeyd olunur. Xristiyan aləminin ən əlamətdar və təntənəli törənlərindən sayılan Milad bayramında Allahın oğlu İsa Peyğəmbərin anadan olması qeyd edilir. Dünya xristiyanları mənsub olduqları məzhəblərdən asılı olaraq bu bayramı müxtəlif günlərdə 25 dekabr, 6-7 yanvarda keçirirlər. Katoliklər dekabrın 25-də miladı qeyd edirlər. Bəzi mülahizələrə görə bu tarix ilk xristiyanların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi, İsa'nın ana bətninə düşməsi gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranıb və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşür. Bəziləri isə bunu tam başqa səbəblərlə, yəni bütpərəst Romalıların həmin tarixdə qeyd etdikləri yenilməz günəşin doğulması bayramı ilə əlaqələndirirlər. Hər kəsi İsa Məsihin dünyaya gəlişi münasibəti ilə təbrik edirəm. Bugün xristiyan dünyasının ən xoşbəxt və ən şad günüdür. İsa Peyğəmbər bu dünyaya insanları günahlardan xilas eləmək üçün gəldi. Yaradan hər kəsi qorusun, ürəyində mərhəmət yaratsın. Fürsətdən istifadə edərək ikinci İlyanı da bugün münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Yaş fərqi, milliyyət və din fərqi olmadan hər kəsi bu müqəddəs gün münasibəti ilə təbrik edirəm. İsa Məsih bu dünyaya insan şəklində gəlmişdi. Bu günü səma, göylər və yer üzü bayram edir. Cəmi dindarlar şad olublar. Biz bu sevincimizi Tanrının yaratdıqları ilə bölüşürük. Allah hər birimizin ürəyindən mərhəmət hissini əksik eləməsin. Hər bir insan mömin Allah yolu ilə ömrünü başa vursun. Çox yaşayın. Bugün bütün bizim xristiyan qardaşlarımız böyük bayram keçirilir. Bayram bildiyimiz kimi İsa Peyğəmbərin anasının olduğu gündür bu günləri. Bu mübarək münasibəti ilə mən bütün gürcü dostlarımı, eləcə də bütün xristiyan dünyasını hamısını təbrik edirəm. Onlara can sağlığı arzu edirəm. Bir də Allahdan arzu edirəm ki, bizim ölkəmizdə həmişə sülh əmanlıq olsun. Nə tər bir qardaş kimi biz bir yerdəyik, eləcə də yaşayaq. Bugün qeyri-adi gündür. Hamımız Peyğəmbərin mövludunu qeyd edirik. Mən ilk növbədə Marneoli sakinlərini, eləcə də Gürcüstan əhalisini bu müqəddəs gün münasibəti ilə təbrik edirəm. Qeyd eləmək lazımdır ki, Marneolidə İsa'nın anadan olduğu günü yalnız Gürcülər, xristiyanlar və pravoslavlar deyil, gördüyünüz kimi müsəlmanlar və Azərbaycanlılar, ermənilər də burada iştirak edirlər və qeyd edirlər. Onlar da öz hədiyyələrini gətiriblər. Bir daha insanları bu gözəl gün və yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Can sağlığı, xoşbəxtlik, uzun ömür arzulayıram. Hər birinizi bu gözəl gün münasibəti ilə təbrik edirəm. Bugün İsa Məsihin mövlududur. O hər birimizin ürəyində öz yerini tutubdur. Allah hər birimizi qorusun.